HTML ilə bağlı növbəti dərsimizə xoş gəldiniz. Bu dərsdə hiperlink anlayışından danışacağıq və image elementinin yeni atributları ilə tanış olacağıq. Gəlin başlayaq. Hiperlink nədir? Hiperlink bir veb səhifədən başqa bir veb səhifəyə və ya məzmuna keçid etməyə imkan verən, kiliklənə bilən bağlantıdır. HTML-də hiperlink yaratmaq üçün anchor təqi istifadə olunur. Bu keçid başqa veb səhifəyə, eyni səhifədəki bir hissə, e-post ünvanı və ya fayl ola bilər. Yəni anchor təqi təkcə səhifələr arasında keçid üçün istifadə olunmur. Eyni zamanda kompüterə susmaya görə e-mail proqramı hansıdırsa onu aç kimi məlumatlar vermək üçün də istifadə oluna bilər. Bundan başqa, eyni veb səhifədə qalmaqla veb səhifənin başqa bir hissəsinə də bizi apara bilər və ya sənədi yükləmək üçün də istifadə oluna bilər. Gəlin indi etiketin özü ilə tanış olaq. A təqi. Burada bir A təqi görürsünüz. Normal bir HTML təqinə bənzəyir. Açılış etiketi var və bağlanış etiketi var və burada bir atribut da görürsünüz. Bu ref atributudur və ref atributunun dəyəri isə bir saytın linkidir. Burada da elementin məzmunu kimi sayta keçid qeyd olunub, lakin siz başqa şey də qeyd edə bilərsiniz. A təqinin digər atributları ilə tanış olaq. Birinci atributu bildik, ref atributu linkin ünvanını göstərir. Bu atribut vacibdir. Target linkin harada açılacağını müəyyən edir. Məsələn, blank yeni pəncərədə açmaq üçündür. Yəni ki, bu atributu yazıb dəyər olaraq bu dəyəri verdikdə kliklədiyimiz zaman yeni pəncərədə açır. Yəni bir növ yeni tabda açır. Daha sonra bununla tanış olacağıq. Title linkin üzərinə gəldikdə görünən əlavə məlumatı yerləşdirmək üçün istifadə olunur. Biraz sonra bununla da tanış olarıq. Gəlin indi burada öyrəndiklərimizi tətbiq edək və saytımızda bunu istifadə edək. Misal üçün deyək ki, bizim səhifə insanlara otaqlarında istifadə edəcəkləri əşyalar barədə məlumat verən bir səhifədir. Artıq biraz daha səhifəni mürəkkəbləşdirək, bir neçə səhifəlik hala gətirək. Elə də çətin deyil, narahat olmayın. Bunun üçün əvvəlcə OL etiketini silirəm, sadəcə UL etiketini saxlayıram. Daha sonra isə UL elementinin hər iki itemını, hər iki alt elementini A təqinə çevirəcəm. Burada, bu formada A etiketi yazıram, daha sonra A etiketini bağlayıram və termosu bura bu formada qoyuram. Əla. Bunu bir dənə kopyalayıram, mikrofonu da bura atıram. Necə kopyaladığımı daha əvvəl öyrənmişdik. Gəlin indi bu səhifəni brauzerdə açaq və görək necə görsənəcək. Bunun üçün Five Server vasitəsilə açıram və burada bu formada bir şey gördük. Hələ ki heç bir dəyişiklik yoxdur. Bunun səbəbi böyük ehtimalla bizim ref atributunu verməməyimizdir. Gəlin ref atributunu verək. Misal üçün burada yazaq termos.com belə bir şey yazaq və eyni zamanda digər elementə də həmin atributu verək. Mikrofon.com olsun bu da. Bunlar doğru linklər deyil, sadəcə nümunə olaraq burada mən bu formada yazdım. Artıq gördüyünüz kimi bunlar bir kliklənən elementlərdir. Browser onları kliklənən elementlər olaraq render edir. Gəlin indi termosa klikləyək. Klikləyirəm və gördüyünüz kimi belə bir səhifə açdı. Çünki elə bir səhifə tapmadı. Normaldır. Yəni geri qayıdaq. Bu arada bu formada com və s. qeyd etdikdə həmin linki tam doğru olaraq qeyd etmək lazımdır. Əks halda biraz əvvəl gördüyünüz kimi bir şey baş verə bilər. Baxın kliklədik, heç həmin linkə getmədi. Başqa bir linkə getdi. Gəlin misal üçün bu linki normalda necə yazmalıyıq onu yazaq. Termos.com yazdım. Belə bir sayt yoxdur. Bizi GoDaddy-yə apardı. Amma deyək ki, GoDaddy-ni buradan kopyalayaq və GoDaddy-ni bağlayaq. Geri qayıdıram əsas səhifəmizə və buradan bu hissəni oradan kopyaladığım linklə əvəzləyirəm. Bu uzun bir linkdir. Mən burada sadəcə bu linkin sonrasını siləcəm. Daha yaxşı işləmək üçün səhifəni tam hala gətirək. Bütün ekranını istifadə edək. Lakin burada sol tərəfdə belə bir itkimiz var. Bu itkilərdən xilas olmaq üçün bu pəncərəyə klikləyirəm. Bununla da sol tərəfdəki sidebar-da bağlanmış olur. Yenə də kifayət deyil, amma artıq ən azı işləmək üçün daha çox sahəmiz var. Mən bura termos yazacağam, termos.com yazacağam və sonrasında olan hər şeyi siləcəm bu formada. Klikləyək, görək indi necə reaksiya verəcək. Yenidən balacalaşdırıram bu ekranı və termosa yenidən klikləyirəm. İndi isə gördüyünüz kimi termos.com apardı. Yəni daha doğru formada sayta getmiş olduq. Hər hansı bir doğru sayt olmuş olsaydı, misal üçün google.com olmuş olsaydı, birbaşa bizi google.com aparacaqdı. Davam eləyək və iki yeni HTML səhifəsi yaradaq. Artıq üzərində işlədiyimiz veb saytı bir səhifədən çıxarıb daha çox səhifəli bir hala gətiririk. Bunun üçün burada yeni bir fayl yaradıram. Adını termos.html qoyuram. Bu səhifəni deyək ki, kopyalayıram, bütövlükdə buraya yapışdırıram. Bu səhifənin adı olsun termos və əsas hissədə gəlin bir başlıq qoyaq və termos qeyd edək. Əla, buranı bağlayıram bu formada. Səhifəni yaddaşa verirəm və indi biz bu səhifəyə keçid etmək istədiyimizi nəzərdə tutaq. Termos sözünə kliklədikdə bizi termos səhifəsinə aparsın. Bunun üçün gəlirəm, burada termos.html yazıram belə. Gəlin indi görək necə reaksiya verəcək. Gəlirəm bu səhifəyə və termosa klikləyirəm. Kliklədiyim zaman gördüyünüz kimi bizi termos səhifəsinə apardı. Əla, geri qayıdaq əsas səhifəmizə.
və mikrofon üçün də eyni şeyi tətbiq edək. Bu formada buraya yazıram. Sadəcə HTML hissəsini kopyalasaq kifayətdir. Kopyalayıram, buraya yapışdırıram. Daha sonra bu adı bütövlükdə kopyalayıram. Yeni bir səhifə yaradıram. Bunun üçün bunu Ctrl+C eləyib Ctrl+V edək. Burada bir kopyasını yaratdıq. Yenidən HTML-ə gəlib bu səhifədəki mikrofon sözünü yenidən kopyalayaq. Kopyaladım və yeni yaratdığımız faylın adını dəyişib Ctrl+V edirəm. Bu formada artıq bizim mikrofon adında da səhifəmiz olmuş oldu. Gəlin geri səhifəmizə qayıdaq. Hal-hazırda geri qayıtmır, çünki mikrofon səhifəsindədir. Bu arada mikrofon səhifəsində edit edib bu hissəyə mikrofon yazmalıyıq. Bunun üçün qayıdıram bizim yenidən indeks.html səhifəmizə. Mikrofon sözünü kopyalayıram. Geri qayıdıram mikrofon HTML sənədimə və burada həm title-a mikrofon yazıram, həm də başlıq olaraq da mikrofon yazıram. Çünki bu mikrofon üçün ayrılmış bir səhifədir. Əla, geri qayıdaq indeks.html səhifəsinə. Səhifəni yeniləyək və gəlin indi termos səhifəsinə gedək. Getdik. Sonra geri qayıdaq, mikrofon səhifəsinə gedək. Oradan da geri qayıtdıq. Əla, kifayət qədər irəliləyiş əldə etdik. Lakin gəlin bununla kifayətlənməyək. Nə edək? Həm termos səhifəsinə, həm də mikrofon səhifəsinə geri qayıtmaq üçün hiperlink əlavə edək. Bunun üçün fayl bölməsindən mikrofon səhifəsinə gedirəm. Burada yeni bir ATG yaradıram və əsas səhifə yazacağam burada. Daha sonra ref atributumu yenidən əlavə edirəm və burada index.html-i qoyuram. Daha sonra bunu kopyalayıram, mikrofon səhifəsini yaddaşa verirəm, termos səhifəsinə geri gedirəm. Burada da həmin elementi yapışdırıram. Burada da bir növ əsas səhifəmizə keçid linki qoymuş olduq. Gəlin gedək əsas səhifəmizə. Həm bu hissəni silərək gedə bilərəm. Deməli, bizim əsas səhifəmiz bu səhifədir. Bəs bu səhifə necə olur əsas səhifə kimi müəyyən edilir? Bundan da danışmaq lazımdır. Baxın, irəlilədikcə susmaya görə bəzi şeylər baş verir. Lakin bu şeylərin niyə baş verdiyini bilməyimiz lazımdır. Ona görə bu səhifə əsas səhifə olur ki, bu səhifə bizim sənəd sistemimizdəki adı indeksdir. İndeks adı başlanğıcda digər istənilən bir ad kimi olduğunu və bir fərqinin olmadığını demişdik. Lakin indi ortaya çıxır ki, indeks əslində digər bütün adlardan fərqlənən bir ad imiş. İndeks səhifəsi susmaya görə brauzerdə və ya digər ümumiyyətlə sistemlərdə, digital sistemlərdə həmişə birinci açılan səhifə kimi nəzərdə tutulur. Gəlin indi bu səhifədən keçid edək termos səhifəsinə və geri qayıdaq. Əla, mikrofon səhifəsinə keçid edirik və geri qayıdırıq. Artıq kifayət qədər funksionallığı olan bir veb səhifəmiz oldu. Gəlin indi isə digər ad başlığımıza keçək. Image elementinin atributları. Biz artıq image elementi ilə tanışıq. Lakin bu dərsimizdə image elementi haqqında öyrənmədiyimiz bəzi atributları öyrənəcəyik. Bu atributları öyrənməklə davam edək. Əvvəlcə burada image elementi haqqında bəzi məlumatlar var. Onları yadımıza salır. Gəlin oxuyaq və təkrarlayaq. Image elementi web səhifəyə şəkil əlavə etmək üçün istifadə olunur. Və image elementi öz-özünü bağlayan self-closing elementdir. Yəni image kimi bağlanır. Və burada bir cədvəl var. Cədvəldə image elementinin atributları haqqında məlumat verilib. Gəlin tam hala gətirək və rahat şəkildə oxuyaq. Source atributu şəklin ünvanını göstərir. Biz artıq bu atributu istifadə etmişik deyə bunun haqqında çox danışmayacağam. Alt atributu alternativ mətn mənası verir. Şəklin yüklənmədiyi hallarda göstərilir və görmə məhdudiyyəti olan istifadəçilər üçün vacibdir. Görmə məhdudiyyəti olan insanlar da veb səhifələri istifadə edə bilirlər. Bu Azərbaycanda bəlkə kifayət qədər yayğın olmasa da dünyada yayğındır və müəyyən alətlər vasitəsilə onlar veb səhifələrində onlara lazım olan şeyləri edirlər. Bu həm şirkətlər üçün vacibdir, həm də hal-hazırda brauzer kimi qurulmuş sistemlər, axtarış sistemləri kimi müəyyən sistemlər bu tip məsələlərə xüsusi diqqət yetirir və saytları bu tip məsələlərə görə irəli və ya geriyə çəkir. Ona görə şirkətlər həm yeni müştəri qazanmaq üçün bunu yaxşılaşdırmağın marağındadılar, həm də axtarış sistemlərində misal üçün üst hissələrə çıxmaq üçün bu sahədə də öz veb səhifələrini inkişaf etdirməkdə maraqlıdırlar. Bundan əlavə SEO üçün də faydalıdır. Bəli, bunu da artıq biz demiş olduq. Burada daha sonra enlik, hündürlük sözləri var. Şəklin enini piksel və ya faizlə təyin edir. Misal üçün burada 300 qeyd olunub, yəni bu 300 piksel mənasını verir. Şəklin hündürlüyünü də yenə bu formada qeyd edə bilirsiniz. Bu arada ikisindən birini də qeyd etmək kifayət edir. Digər ölçü vahidi, yəni biz enliyi qeyd etmişiksə, misal üçün hündürlük özü şəklin aspect ratio deyilən bir anlayış var. Onun əsasında müəyyən olunur. Yəni şəklin susmaya görə olan hündürlüyünə, şəklin öz hündürlüyünə görə müəyyən olunur. Bundan əlavə title elementi var. Şəklin üzərinə mausa gəldikdə göstərilən element haqqında əlavə məlumat verir. Şəklin üzərində mausu gətirdikdə göstərilən əlavə məlumat. Yəni bir növ title elementi vasitəsilə də biz əlavə məlumat verə bilirik. Gəlin bunları tətbiq edək və öyrənək. Burada bizim artıq bir şəkil elementimiz var. Burada da həmin şəkli görürsünüz. Gəlin bu şəkil elementini əvvəlcə ölçüləri ilə tanış olaq. Bunun üçün mən şəkil elementinə klikləyirəm və aşağı hissədə gördüyünüz kimi şəklin ölçüləri yazılıb. Misal üçün 420-nin 540-a. Və mən çalışacağam əvvəlcə bu ölçüləri verim. Bunun üçün gəlirəm HTML səhifəsinə. Bu arada digər səhifələri artıq bağlaya bilərik. Bağlayıram və şəkil elementinə ölçülər verməyə başlayıram. Misal üçün
enlik verirəm əvvəlcə. 720 verək. Səhifəni yeniləyirik. Heç bir dəyişiklik yoxdur. Gəlin indi 620 verək. Gördüyünüz kimi artıq şəkil balacalaşdı. 220 verək. Şəkil biraz da balacalaşdı. Amma gördüyünüz kimi öz keyfiyyətini itirmir. Hansı mənada itirmir? Yəni bir növ sağa-sola doğru dartılmır. Çünki biz sadəcə bir ölçü vaidi veririk ona. Yəni enini veririk misal üçün. Amma hündürlüyünü də versək, misal üçün gəlin bunu kopyalayaq və eyni hündürlüyü verək ona. Bu halda şəkildə böyük bir keyfiyyət itkisi müşahidə edəcəksiniz. Və gördüyünüz kimi şəkil qəribə bir hal aldı. Bir növ buradakı motosiklet sürücüsü artıq daha arıq görsənməyə başladı. Bu şəklin öz dəyərini itirməsi mənasını verir. Ona görə biz ya şəklin ölçülərinə müvafiq olaraq bu ölçülərin hər ikisini verməliyik, ya da bunlardan sadəcə birini verməliyik burada. Gördüyünüz kimi indi yenidən əvvəlki qaydaya qayıtdı. Bu arada adətən bu tip dizaynları, şəklin enini və şəkil haqqında digər dizaynları CSS vasitəsilə veririk. Lakin belə bir atributun da olduğunu bilməyinizi istədim. Digər atributlar haqqında danışaq. Title atributunu da burada qeyd edək. Misal üçün deyək, Enduro deyək. Enduro bu tip motosikletlərin bir növ adıdır və ya bu tip dağ ərazilərində və ya çıxılmaz, daha çətin şəraitdə motosiklet və velosiped sürənlər üçün verilən addır bir növ və ya sahənin adıdır. İstəyirsinizsə Google eləyib baxa bilərik. Yəni görək nə çıxacaq qarşımıza. Gördüyünüz kimi belə bir şey çıxdı. Velosiped çıxmadı, ancaq motosikletlər çıxdı. Gəlin bike yazaq, Enduro bike. Bəli, eyni zamanda da velosipedlər üçün istifadə olunan bir termindir. Bağlayaq, yolumuza davam edək. Bəli, biz axırıncı dəfə title etiketini qalmışdıq Enduro haqqında danışmamışdan əvvəl. Title etiketini müşahidə etmək üçün şəklin üzərinə aparıram və gördüyünüz kimi hələ ki heç bir şey peyda olmur, amma biraz sonra mausu şəklin üzərində bir qədər saxladıqdan sonra bizim title-da qeyd etdiyimiz yazı burada görsənir. Əla, keçək digər atributumuz olan alt atributuna. Yenə bu formada yazaq. Enduro Moto Driver yazaq. Gəlirik bura. Bununla bağlı bir şey görməyəcəyik. Bunun üçün gəlin bu şəkli linkində bir səhvliyə yol verək. Məsələn, bunu buradan silirəm. Artıq şəkil bir növ uğursuz olacaq və uğursuz olduğu halda şəklin mənbəsi artıq bir növ uğursuz olmuş olacaq və uğursuz olduğu halda gördüyünüz kimi burada bizim alternativ olaraq verdiyimiz mətn peyda oldu. Alt atributu ilə də image elementlərinin ən çox istifadə olunan atributları ilə tanış olmuş olduq. Növbəti dərsimizdə HTML haqqında öyrənməyə qaldığımız yerdən davam edəcəyik.